studiyamızın qonağı Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirovla məhz bu məqamları müzakirə edəcəyik. Xoş gəldiniz sizi. Xoş gəldiniz. Yeni tədris ili, yeni gözləntilər artıq qeyd etdik. Əsas olaraq bu il hədəflər nədən ibarət olacaq? Təşəkkür edirəm. İlk növbədə mən bugün tədrisə başlayan 2.200.000 təhsil verəni, onların valideynlərini, müəllimlərini yeni tədris ilinin başlaması münasibəti ilə ürəkdən təbrik edirəm və onlara uğurlar arzu edirəm. Bilirsiniz ki, Azərbaycanda 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası həyata keçirilir və həmin strategiyada da bu illər üçün təhsilin inkişafı üzrə hədəflər, əsas hədəflər bəyan edilmişdir. Əgər icazə versəydiniz, mən pillələr üzrə bu məsələlərə toxunmaq istərdim. İlk növbədə məktəbə qədər təhsil sahəsində bilirsiniz ki, bu təhsil sahəsi üzrə bizim əhatəmiz aşağıdır. Dünya, əgər beynəlxalq reytinqləri götürsək, biz son illərdə də etmişik. 2013-cü ildəki 14%-dən bu il 40%-ə çatdırmışıq. Ancaq strategiyada hədəf qoyulub ki, bu 2026-cı ilin sonuna 50%-ə çatdırılsın. Güman edirik ki, biz həmin 50%-lik hədəfə nail olacaq. Bu tədris ilində ilk dəfə olaraq məktəbə qədər təhsil müəssisələrində çalışan tərbiyəçiləri biz sertifikatlaşdırma prosesinə cəlb edəcəyik. Bilirsiniz ki, biz ümumi təhsildə bu prosesə başlamışıq. Ancaq məktəbə qədər təhsil sahəsində məhz keyfiyyətin yüksəldilməsi və tərbiyəçilərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində əhəmiyyətli bir tədbir kimi biz onların sertifikatlaşdırılmasını bir il ərzində bu təxminən 11.000-dən çox tərbiyəçini əhatə edəcək və biz bu işləri həyata keçirəcəyik. Eyni zamanda ümumi təhsil sahəsində bizim qarşıya qoyduğumuz əhəmiyyətli hədəflər vardır. Bilirsiniz ki, bu təhsil pilləsində biz indiyə qədər artıq 84.000 müəllimi sertifikatlaşdırma prosesinə cəlb etmişik. Cari ildə də bu keçirilibdir və bu tədris ilindən artıq diferensial əmək haqqı alan müəllimlərin sayı 72.000-ə çatacaqdır. Yəni bilirsiniz ki, bütün bunların nəticəsində onu qeyd edə bilərəm ki, son 10 ildə müəllimlərin əmək haqqı təxminən 3 dəfədən çox artıbdır və sertifikatlaşdırma da bu prosesə əhəmiyyətli şəkildə təsir edibdir. Ümumi təhsildən danışarkən onu qeyd etmək istərdim ki, bu tədris ilində edilən yeniliklərdən biri də məhz Bakının məktəblərində təxminən bu 353 məktəbdir, rəqəmsal məktəb yanaşmasına keçilməsidir. Bilirsiniz ki, kağız jurnallar ləğv olunur. Həm valideynlər üçün, həm təhsil alanlar üçün, həm müəllimlər üçün yeni bir mərhələ başlayır. Bu nə üçün bu vacibdir? Çünki biz axı bilirsiniz, məktəblərdə həm sistem əsaslı tədris, həm rəqəmsal bacarıqlar layihələrini həyata keçirir. Necə düşünürsünüz, müəllimlər, şagirdlər bu mərhələyə hazırdılarmı? Nə üçün biz süni intellekt artıq dövrünə qədəm qoyuruq və onun da əsas tələblərindən biri odur ki, hər bir təhsil alan, hər bir təhsil verən məhz rəqəmsal səriştələrə, rəqəmsal bacarıqlara yiyələnməlidir. Və bundan sonra bildiyimiz kimi ölkələrin inkişafı məhz bu bacarıqları hansı səviyyədə yiyələnməkdən asılı olacaq. Məhz bu istiqamətdə biz bu innovativ təşəbbüsləri həyata keçirməyə başlamışıq. Eyni zamanda biz 14 məktəbdə yeni təmayülləşmə modelini tətbiq etmişik və bununla yanaşı məktəb infrastrukturunun müasirləşməsi istiqamətində də əsaslı addımlar atılır. Son illərdə 600-dən çox yeni məktəb tikilib və yaxud da əsaslı təmir edilibdir və bu ildə 50 ümumi təhsil müəssisəsində tikinti işləri aparılıb. Onlardan 15-i artıq bugün açılıbdır şagirdlərin üzünə və növbəti yaxın günlərdə də daha 5-inin açılması planlaşdırılır. İlin axırına da bir sıra məktəblər açılacaq və əgər işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrini bizi daha çox sevindirir ki, işğaldan azad olunmuş ərazilərdə məktəb infrastrukturu sürətlə inkişaf edir. Neçə məktəb fəaliyyətə başlayıb? Artıq bu günə qədər 14 məktəb fəaliyyət göstərir, ötən ildə fəaliyyət göstərmişdi və bu məktəblərdə artıq təhsil başlamışdı və eyni zamanda 7 məktəbə qədər təhsil müəssisəsi fəaliyyətə başlamışdı. Bu tədris ilindən daha 11 məktəbin fəaliyyətə başlaması, eyni zamanda 6
məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bilirsiniz ki, böyük qayıdış dövlət proqramı çərçivəsində bu işlər həyata keçirilir və Elm və Təhsil Nazirliyi də bu istiqamətdə işləri həyata keçirir. Bəli, elə həmin mövzudan söz düşmüşkən, deməli, həmin məktəblərə şagird və müəllimlərin ümumiyyətlə köçürülməsi ilə bağlı o hansı mərhələdədir? 14 məktəblə bağlı və 6 məktəbəqədər təhsil müəssisəsi ilə bağlı artıq sistemləşibdir bu iş. Bilirsiniz ki, onlar ötən ildə fəaliyyət göstərmişdi və bu il sadəcə fəaliyyətlərini davam etdirəcəklər. Yeni məktəblərlə bağlı əlbəttə bu bizim məskunlaşma planına uyğun olaraq həyata keçirilir. İlk növbədə tikinti və təmir də o istiqamətdə aparılır. Harda ki, məskunlaşma başlayır, əhali köçürülür. Orada yaşayan məktəb yaşlı və məktəbəqədər yaşlı uşaqların qeydiyyatı aparılır və biz bilirik ki, konkret yaşayış məntəqəsində nə qədər məktəb yaşlı və məktəbəqədər yaşlı uşaqlar olacaq. Onların qeydiyyatı aparılır və onların məktəblərə və uşaq bağçalarına cəlbi istiqamətində işlər görülür və həyata keçirilir. Müəllimlərin cəlbinə gəldikdə isə bu bir neçə mərhələdə həyata keçirilir. İlk növbədə bilirsiniz ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş bir sistem vardır. İlk növbədə qəbul həmin sistem vasitəsilə müraciət əsasında yüksək bal toplamış müəllimlər arasından seçilməklə həyata keçirilir. Ondan sonra əgər vakant yerlər qalırsa, o həmin yerlərə də müraciət əsasında yalnız işğaldan azad olunmuş ərazilərdə yaşayan insanlar üçün, müəllimlər üçün açılır və onları... Müraciətlər varmı? Əlbəttə, biz vakansiyaları həmin ərazilərdə 100% təmin etmişik və biz bugün tədrisə başlamışıq həmin müəssisələrdə. Fərzəlmən, bütün bunlar öz yerində biz məktəb haqqında bəhs edirik, danışırıq onun önəmindən. Lakin eyni zamanda gələcəyin alimlərini də diqqətdən kənarda saxlamayaq. Universitetlərdə hansı yeniliklər olacaq? Bu da maraqlıdır. Çox sağ olun, təşəkkür edirəm maraqlı suala görə. Bəli, bizim ali təhsil və elm sahəsində də bir sıra həm nailiyyətlərimiz, həm də hədəflərimiz vardır. Bilirsiniz ki, bu illəri ali məktəblərin həm bakalavriat, həm magistratura səviyyələrinə qəbul 75 minə çatdı. Sosial-iqtisadi inkişaf strategiyasında bu 75 min idi 2026-cı ilin sonuna. Biz bir il əvvəldən həmin hədəfə nail olmuşuq və əlbəttə ki, bu 2026-cı ilin sonuna daha da artacaq. Yəni, bu əhatəlik və əlçatanlıq baxımından çox mühümdür. Çünki əvvəllər də ali təhsilli insanların sayına görə Azərbaycan geridə qalırdı və biz istəyirik ki, bu istiqamətdə də addımlarımızı ataq. Digər məsələ ondan ibarətdir ki, bəli, ali təhsildə keyfiyyət, ali təhsilin məzmunu, əmək bazarının tələblərinə uyğunluğu məsələləri indi bizi daha çox düşündürür. Daha sonrasında işlə təmin olunmaq. Bəli, işlə təmin olunmaq, məşğulluq məsələləri bizi daha çox indi düşündürür. Bununla əlaqədar qeyd edim ki, biz ali təhsildə yeni yanaşmalar əsasında sabah bir layihəsini həyata keçirirdik. Bu il tam yeni yanaşma əsasında bu layihə başlayacaq. İlk dəfə olaraq birinci tədris ilindən biz tələbələri artıq bu layihəyə cəlb edəcəyik. 2500 tələbəni və bu artıq bura təkcə dövlət ali məktəbləri deyil, özəl ali təhsil müəssisələri də artıq qoşulubdur və tam yeni məzmun, yeni maliyyələşmə və yeni tədris demək olar ki, bu sistemdə həyata keçirilir. Bu bizim üçün ən önəmli layihələrdən biridir və gələcəkdə bütün ali təhsil sisteminə onun sirayət edəcəyi gözlənilir. İkinci məsələ, ali təhsil sistemində bilirsiniz ki, dövlət sifarişi son illərdə yerlərinin sayı həddindən artıbdır. Bu da əlçatanlığı təmin edib. İndi hər iki tələbədən biri dövlət sifarişi əsasında təhsil alır. Bizim indi diqqətimiz əlbəttə daha çox yönələcək ki, beynəlxalq təcrübədən çıxış edərək ali təhsil müəssisələrinin optimallaşdırılması istiqamətində işlər görüləcək. Eyni zamanda elmlə bağlı yeniliklərimiz də qarşıda var. Bilirsiniz ki, Cənab Prezidentin sərəncamı olub elmi müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması ilə bağlı. Orada 17 elmi müəssisənin bazasında 8 elmi müəssisənin ixtisaslaşmış elmi müəssisənin yaradılması, eyni zamanda bəzi elmi müəssisələrin, ali təhsil müəssisələrinin tərkibinə verilməsi və 2 beynəlxalq təcrübə əsasında 2 yeni elmi müəssisənin yaradılması
nəzərdə tutulub. Bundan əlavə olaraq elmin inkişafını xüsusilə qeyd etdiniz. Əlbəttə biz bunu belə doğru qəbul edirik ki, elmin əhəmiyyəti getdikcə artmalıdır. Bu istiqamətdə gənc alimlərin stimullaşdırılması istiqamətdə biz ötən tədris ilində 300 alimi belə stimullaşdırılıq. Beynəlxalq reytingli jurnallarda məqalə çapına görə və bu istiqamətdə də işlər ümumiyyətlə elmin maliyyələşdirilməsi, yeni maliyyələşmə mexanizminin tətbiqi istiqamətində biz işləri davam edir. Məhz bu işlərin sayəsində bilirsiniz ki, beynəlxalq reytinglərdə Azərbaycanın ali məktəblərinin təmsil olunması da artıbdır və artıq bizim 9 ali təhsil müəssisəsi belə reytinglərdə təmsil olunur. Biz ümid edirik ki, bu artacaqdır gələcək. Fərzəl müəllim, mövzu çox maraqlıdır, çox genişdir. Təşəkkür edirik ətraflı cavablarınız üçün. Minnətdarıq. Çox sağ olun, diqqətə yetirsiniz.